Mənim əzizlərim, mənimlə əlaqə saxlamaq istəyənlər həm baxış üçün, həm də təmizləmə seansları üçün. Bununla bağlı yuxarıda nömrə var. WhatsApp nömrəsindən əlaqə saxlayıb yazıla bilərsiniz. Təmizlik deyəndə üzərinizdə olan neqativləri, yəni loru dilən deyəndə tilsimin, cadunun, sehrin, nəzərin, nəfsin təmizlənməsi, həmzatın təmizlənməsi. Yüksək dərəcədə təmizlik seansları eləyirəm. Harda bastırılmağına ibarət olmayaraq mənim üçün fərq etməz. Batılnaməsini güclü işləyirəm və üzərinizdə olan bütün neqativlərin təmizlənməsini edirəm. Hər vaxtı şikayətlənirsiniz ki, dualarımız qəbul olmur. Bugün sizlərə elə bir dua paylaşacağım ki, Allahın əsla geri çevirmədiyi bir duadır. Bu duanı yorumlarda əzizlərim aldım, qəbul etdim yazırsınız və hər gün 7 dəfə bir qap suyu oxuyub içirsiniz və yaxud da oxuyub səbabını özünüzün işinizlə bağlı dualarınızı niyyət eləyib oxuyun ama. Allah'a emanet olun.